Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahilənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz bilinçik hazırlayacaq, daha doğrusu bilinçikin içliyini və qızartmasını. Gördüyünüz kimi bilinçikləri biz hazırlamışıq. Bundan əvvəlki videomuzda bu bilinçiklərin xəmirinin necə hazırlanması var. Yəni girib orada baxa bilərsiniz. Gözəl belə deyərdim, bilinçiklər hazırlanır. Yəni resepti var. Girib orada baxa bilərsiniz bundan öncəki videoda. Burada isə biz içliyini və bükülüb bilinçiklərin belə deyərdim hazır olmağını sizinlə paylaşacağıq. Deməli, əziz izləyicilər, bunun üçün bizə nələr lazımdır? Çəkilmiş ət, biz qoyun əti istifadə edirik. Siz istəsəz mal əti də istifadə edə bilərsiniz. Yəni bu belə deyərdim, sizin zövqünüzdən asılıdır. Ondan sonra əziz izləyicilər, gördüyünüz kimi soğandır. Şüyüdlü göylərdən, yəni göy əlavə edirik, zövqə uyğun şüyüd, kəvər biraz, bir də əziz izləyicilər, biz buna nanə belə deyərdim tökürük. Nanə buna xüsusi tam verir. Yəni kim düzdür, indi bəzi insanlar nanəni sevməyə bilər, ancaq biz tökürük, buna da xüsusi tam verir. Onu da qeyd edim ki, əziz izləyicilər, ilk öncə biz soğanımızı xırda-xırda doğrayacağıq. Xırda doğradıqdan sonra gördük, belə deyərdim, qovrulur, biraz qovrulur, üzərinə ətimizi əlavə edəcəyik. Ətimizi əlavə etdikdən sonra isə deməli biraz qovuracağıq və suyu çəkilənə yaxın vamxodda qovuracağıq. Suyu çəkilənə yaxın isə göyümüzü xırda-xırda doğrayıb, belə deyərdim, bu içliyimizin, ətimizin, yəni soğanımızın üstünə tökəcəyik. İndi başlayırıq hazırlayıb qovurmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax bura yağımızı əlavə etdik, az miqdarda ətimizi və soğanımızı. Və vamxodda, deməli, içliyinin hazırlanması üçün bax beləcə qoyuruq. Vamxodda bax belə pişir, suyu çıxır. Sonra pişəndən sonra əziz izləyicilər göyünü əlavə edəcəyik. Biraz da qarışdırıb 1 dəqiqə, 2 dəqiqə biraz göylə pişəndən sonra gürxod verəcəyik ki, bir suyu çəkilsin, görsüz suyu var. Ondan sonra içliyinə belə deyim, qoyub hazırlayacağıq. İndi bax belə pişirdik. Yəni yağı əlavə etdik, soğançanı, biraz soğan qovrulandan sonra bir ətcə, çox yox. Ondan sonra əti əlavə etdik və vamxodda bax qoyuruq. Bu şəkildə belə deyərdim pişir. Sonra isə göyünü əlavə edib altını gür edəcək ki, suyu çəkilsin və artıq içliyimiz belə deyim hazırdır. Deməli, əziz izləyicilər, bax gördüyünüz kimi belə pişdi. Ondan sonra deməli, əziz izləyicilər, qazımıza xod veririk ki, görürsünüz suyu var. Suyu çəkilsin tam. Yəni bax gürxodda qoyuruq. Suyu çəkiləndən sonra əziz izləyicilər göyümüzü əlavə edəcəyik. Əsas odur ki, suyu çəkilsin. Deməli, əziz izləyicilər, gördüyünüz kimi göyümüzü də belə əlavə etdik və beləcə qarışdırırıq 1 dəqiqə şeyi çəkilsin, yağı tam çəkilib, həm də biraz göyümüz pişsin. Ondan sonra götürüb içlikləri doldura bilərik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi içliyimiz hazırdır. Artıq bilinçikləri qoyub içini doldura bilərik. Görün necə də gözəl alınıb. Deməli, əziz izləyicilər, içliyimiz hazır oldu. İndi başlayırıq bilinçikləri bükməyə. Bax, görürsünüz bu xəmirimizdir. Belə qoyuruq və biraz içinə içlik əlavə edirik.
və belə qatlayırıq. Baxın, gördünüz. Bax, bu şəkildə qatlayırıq. Gördünüz necə gözəl alındı. İndi yekunda göstərəcəyəm. Yenə də birini beləcə qoyuruq. İçinə içli əlavə edirik. Bax, belə. Bu hissələrini əzizləyəcək. Bax, beləcə eləyin ki, çox şey olmasın da. Yəni, qatlananda çox şey olmasın. Bax, beləcənə qatlayırıq. Gördünüz əziz izləyicilər, necə gözəl alındı. Yenə birini də edəyin. Sonra saxlayağın artıq videomuzu qızartmağına. Baxın, əziz izləyicilər, beləcə. Gördünüz əziz izləyicilər, bax beləcə hazır olur. Baxın, beləcə hazırladıq. İndi başlayacaq, hamısını hazırlayandan sonra başlayacaq qızartmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bilinçiklərimizi pükdük. İndi isə başlayırıq bilinçiklərimizi hazırlamağa. Bax, belə tavamızı qoymuşuq qazın üstünə və üzərinə yağ tökmüşük. Biraz dağ olmağını gözləyirik. Sonra başlayacağıq bir bilinçiklərimizi hazırlamağa. Deməli, əziz izləyicilər, bax, beləcə tavamıza qoyuruq və hər tərəfli bilinçiklərimizi qızardırıq. Bax, deməli, əziz izləyicilər, fırladıq və iki tərəfli qızardıq. Boşqabımıza yığıb süfrəyə verə bilərik. Bax, əziz izləyicilər, gördüyünüz kimi beləcə çıxdı. Çox gözəl və dadlı çıxır. Bu reseptlə beləcə hazırlayın və süfrəyə verin. İnanın ki, dadı çox gözəl çıxır və dadından da doymayacaqsınız. Bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.